Qurban olun millətimə. Bu gün qurban olun millətimənin 10-daydı la. 25-ci bölümü ilə qarşınızda olmalıyam. Səhv eləmirəmsə. Öcə o qədər bölümlər çoxalıb ki, neçənci bölümdə olduğumuzu unutmuşam. Bu gün 25-ci bölümü seçirik deyəsən. Bu gün yenə sizin atdığınız videolarda və özüm tapdığım videolarda qarışıq videolar baxacağıq. Görərlər bizi necə videolar qarşılayır. Görək ki, Azərbaycanda nə baş verir. Mənə deyir dünya ədalətsizdir. Dünya ədalətsizdir və bunu sənə sübut eləyəcəm. Elə. Niyə Olimpiya yarışında idmançılar yarışmamışdan qabaq dopinq qəbul etmirlər? Çünki bu fırıldaqçılıqdır. Hə, elədim. Niyə imtahana gedəndə şagirdlər özləri ilə şparqalka apara bilmirlər? Çünki bu düzgün deyil, cığallıqdır. Düzdür, cığallıqdır. Yəni məncə Niyə bodybuilderlər səhnəyə çıxmamışdan qabaq steroid qəbul etmirlər? Pəlönləri lap bazbırdı görsəniz. Bu da eyni qaydada həm cığallıqdır, fırıldaqçılıq, dələduzluq. Tərtəmiz, sustum. Aha. Və niyə qızlar gözəllik yarışmasında makiyajdan istifadə eləyirlər? Hayır ya. Zarafatsız ha qardaşım. Yəni gözəllik deyəndə, yəni niyə makiyajdan istifadə edirlər ki? Gözəllik deyəndə, yəni məncə sadə makiyaj halları ilə o gözəllik yarışmasına qatılmalıdırlar məncə. Hadi Z kuşağı iş görüşməsi 3. Hoş gelmediniz Melih Bey. Nasılsınız? İyiyim, sen nasılsınız? Ben de iyiyiz. Biraz durgun görünüyorsun. Ben de iyiyim. Pampa overthink saatim geldi, bir de ayaklarım ağrıyor. Overlock makinesi ayağınıza mı geldi? Başlamadan Melih önce Bey ne yapıyorsunuz onun? odaklanmama yardımcı oluyor. Kişisel gelişimiyle ilgileniyor musun? Evet, bu ay hayatıma 8. kez baştan başlamak Oha! kararı aldım. En son gezmeye gittiğiniz yer? Dust 2. Gerçek hayat. Kardeşler pide ve lahmacun. Güzel kullanabiliyor musun? Kullanamıyorum ama şunu yapabiliyorum. Hadi bu referansı bilənləriniz bilər. Bu Gumball'da var idi belə bir dənə səhnə. Qoyaram həmin qismi. Gumball referansı çox qəşəng oldu. Pazarlama konusunda tecrübeli misiniz? O detaylı qəşəngdir. Sizi neden işe alalım? Ben buraya işe alınmaya gelmedim. Niye geldiniz? İşi almaya Aşağı. geldim. Melih Bey şunu görüyor musun? Peki Burası benim... böyle. Aha. O Şu çok iyi değil mi ya? Ambulans. Melih Bey, ananı... ay zibil. Melih bəy də belə getdi. Biraz paralel tezlik saydı bunu görməyəcək. Böyle bir dənə gedək söhbətə. Gel getdə burada. Hardasan? Hardasız? Harda? Ay zibil paralel zənciriyi. Paralel zənciriyində atsın uşaqlar. Dəqiqə. Elə bildim arxadan ona nəsə girdi. Arkadaşı qaqaş. Arkadaşı qaqaşı nə oldu? Şey fikir verirsiniz, qaqaş çubuq boydadır, bəlkə çubuqdan da balacadır. Biri yıxılsa arabanı 2 yerə bölünəcək, qalanı birbaşa Sabırlı ol, heç nə olmaz. Sabırlı olun. Niyə xalan aparırlar ki? Biraz kamera xalanı çəkir, xalan da kamera. Niyə aparırlar xalanı görsən? Bu haqqda məlumatı olan var. Bilirsinizsə yazın, mən bilmirəm. Bu nədir la? Ehtiyatda olan Van Damme 1.3 dizel. Azəri Van Damme. Çox gözəl vurğular. Görək nəyi vurğulayıb. Aha. Canlı efir olmasa. Aha. Nə olacaqdı? Canlı efir olmasaydı? Nə oldu? Vallahi yani bak Aha. ben Aha. siz anneciğim Ha nə? ben dehşete gelirim. Mesela? İyi. Ne biz ne bu insanlık yoktu. Merhamet hissi yok. Dilə ayağına dolaşdı. Söhbət nədən gedir burada sən canım? Çox qəşəng vurğulayıb, həqiqətən mükəmməl vurğulayıb. Biz əlimizə əsən aparırıq, xalıya baxın. Pul alıblar məndən. Xala nə var la? Xala deyəsən uşaq vaxtı o disk gəzmək üçün öyrədilən taktika var idi. Kitabları yığırdı, başı üstünə gəzməyə çalışırdılar. Deyəsən ondan çox məşq eləyib ona görə birinci eləyə bilər. Burada la Qabil nə var? Qabil vs Vüsal stili. Başlayaq inşallah. Bəli. Allah, Məhəmməd, ya Əli. Ay zübül. Vüsal stili budur bu arada. Vüsal stili keçərli. Nə tərəfdə Vüsal stili? Həmişə də Vüsal stili eləyəcəm, axırda heç nə çıxartmır. Hamının münasibətdə lağ elədikdən sonra yaşadığın münasibətin iç yüzü. Ayımsa oğlan, çəpərdən boylan, qızdan Sağ ol, səni lan. görsün, dərdindən ölsün. İstəmirəm, elə bilənə səni sevirəm. Sən mənim üçün varsan, Ay öyrənəcəm. zübül. Ha yaxşı başa düşdüm. Qəşəng sevgi bir-birini sevirsiniz zırt da. Bu xala niyə arxadakı komodun arxası komod deyir? Niyə kreslonun arxasındadır xala? Bəs məni istəmirsən? İstəyirəm, İstəyirsən? Buradan tut. Canım Musa, Ay can, ay can. ay Musa oğlan, çəpərdən boylan. Musa bu sözdən sonra səfərdə paylanmayacaq sənə. Qaynanaların dediyi sözlər. Oğlumu evləndirim, sonra da gelim ortalarında yatım. Bütün günü evdə ağırdan zırıldayım, səsim ev bürüsün, gəzmə adı gələndə maşını hamdan qabaq minim. Oğlum gəlinimə hədiyyə alanda deyim ki, bə ananı niyə yaddan çıxardıbsan? Oğlum maaş alanda maaşı diricənə götürüm cibimə qoyum ki, öyün ehtiyacı çoxdur.
Po. Gəlin gəzməyə adı çəkəndə deyim ki, dədənin önündə hər gün gəzirdinmi? Xonçanı sədərəkdən yığım, Victoria Secret adından qız önə göstərim. Eltimin qızıllarını toyda gəlinin boğazına taxım, toydan sonra deyim ki, aparmalıyıq bunu. Bəhbəhlə gətirdiyim gəlini boşananda deyim pozğunuydu. Gəlinin uşağı olmayanda deyim ki, gəlin sonsuzdur. Zarafasız qaynalar niyə belədir? Yəni bəyənmirsinizsə niyə alırdınız? Ya da bu adam evlənib də başa düşürsən, yəni niyə istəyirsiniz bunların carından? İmkan vermirlər rahat yaşasınlar sən öl. Selena. Selena, bu Selena. Ola Selena'ya bak. Selena. Selena bu boyda değil. Elimeye gelmişsen. Tamam kızlar sakin olun, tamam sakin olun. Selena işiniz yoxdur, endirim eləmə gərraçı. Ay dağlarda gəzən oğlan qutardı, indi bu gəldi. Ay Selena'da gəzən oğlan, qız. Cəsarətli təşəbbüs. Bax istəyirəm müdirə deyim maaşımı qaldırsın ha. Məncə ağız açmayı qaldıran deyil. Qıyır. Zübil. Müdir mənim maaşımı qaldır da. Qaldırmıram. Sən qıyırsan. Oo. Çox cəsarətli təşəbbüsdür. Bəyəndim bunu. Mən də bəyəndim. Qaldıracaqsan maaşımı. Hə, nə doğrudan veş-veşvik duros. Bros. Bu adam videoları çox qəşəngdir. Bu Hilal Ayzədən videoları həqiqətən çox qəşəngdir. Bu nədir la? Ay Zibil, ayaksız adam və qız futbolçuda ayaksız adam qız futbolçunu keçirmir. Belə bir şey ola bilməz də yəni. Anam 2006-cı. Uşağım 2004. Ata 2008-ci il. Bir dəqiqə la. Adam nədir? Atan 17 yaşı var. Bu qanunsuz olmalıydı axı. Bombardiro crocodilo. La vacca Saturno Saturnita. Əmin ol, mən 2004-dən və mən də o vəziyyətdə. Ha, beli düz saxlayırıq, axıra kimi otururuq. Düz, yaxşı. Neyinir ala bu? Mən bir dəqiqə kömək eləyim, gəlirəm. Qardaş, səhv eləyirsən, hə? Gəl işinlə məşğul ol da. Yox, ümumiyyətlə səhv eləyirsən. Səhər tezdən oyananda reallıqdan qaçmaq üçün boş-boş telefona baxmaqla, yoldaşınla kobud davranmaqla, uşağına vaxt ayırmamaqla, bu içindəki boşluğu, o mənasız boşluğu içki ilə doldurmaqla. Yəqin ki, bunları mənsiz də yaxşı başa düşürsən. Bəlkə də dəyişmək istəyirsən, amma dəyişmək üçün heç bir cəhd göstərmirsən. Bəs onda mən necə dəyişim? Baba tiyinə dərman var, verim sox bir aya kələ kimi olacaqsan. Həqiqətən səhv edilmiş. Deyəsən bir şey yaddan çıxdı axı. Bir də mənə toxun kim olduğumu göstərdim sən. Salam, mənim adım Emildir. 16 yaşım var. Aktyorluqla məşğulam, eyni zamanda memarlığa hazırlaşıram. Ən sevdiyim heyvan dostlar. Ən sevdiyin heyvan dostsan, bu nədir? Fidan İnafın padyakasıdır. Ha, Sling video kursu 2. Sən hə, yenə finti fırışqa Görək kimi nələr görürsən. öyrənəcək. Finti furuşka mövcud estetik normalardan kənara çıxaraq fərqli geyim seçimi ilə diqqət çəkən şəxs. Deyən görüm, yeni il gəlir qabaqda hədiyyələr almalıyıq. Dibazol ayıdır. Dibazol. Dibazol. İqtisadi baxımdan ağır yük kimi xarakterizə edilən bir məsələ. Sən nə ağlayırsan? Geç axçıqın yoxdur. Çak-çuk. Maliyyə imkanlarını genişləndirmək üçün əldə edilən əlavə gəlir mənbəyi. Hə, Şəbzül, sən də burdasan, hə? Şəbzül. Düşüncəsiz hərəkətləri ilə həm özünə, həm də ətraf mühitə zərər yetirə biləcək şəxs. Narahat olmayın, normal palarkalar Sumqayıtdadır. Basaq ora. Basmaq. Hədəfinə doğru tərəddüdsüz şəkildə yönəlmək. Geolokasiya zəruri deyil. O düz deyir də, oradakı hədiyyələr peçat olur. Peçat. Fikrin müzakirə üçün ən uyğun, dəqiq, hətta fantastik olduğunu vurğulayır. Monster, ora uzaqdır. Onda benzin özümüz çıxdığımız eləyər üstə. Çikidons. Çikidons da hər videoya qoyurlar. 2024-cü ilin Sözkar mükafatına layiq Sözkar. görülmüş, verşəginə lüğətinə əlavə olunmuş kəlmə. Düz deyirəm, məstan. Miau. Varovskoy aləmdə mövcud olmayan söz. Aycım, axırı zor idi ya. Varovskoy aləmdə olmayan söz. Şalablardan neçəsini bilirdiniz yazın. Məsələn, mən 2-nin 3-ünü bilirdim, ancaq hamısını bilmirdim. Şəbzülü bilmirdim məsələn. Şəbzülü birinci dəfə dəyişdirəm. Qadınlar ərə gedərkən ən çox nədən qorxurlar? Görən nədən qorxurlarmış? Yəni əgər belə şeylərdən qorxursunuzsa, yəni əvvəlcədən oğlanı tanımağınız məsləhətdir, yəni başa düşürsən. Belə bir şey, nə bilim 2-3 il sevgili qalarsan, 2-3 il nişanlı qalarsan, əməlli başlı bir-birinizi tanıyarsınız, ondan sonra evlənərsiniz. Məcbur deyil tanıdığın adamla bir il içərisində evlənəsən, yəni başa düşürsən. Bu sözlərə verdiyim reaksiya, qadınlar işləməli, qadınlar işləməməli. Əsl baxanda hə də bir qıza deyirsən ki, sən işləməlisən. Deyəcək ki, biz də işləyək, nə, siz nəsiz bə, kişi deyilsiniz, siz də işləmirsiniz, biz işləyirik. İşləməməlisən deyəndə ki, qadınlarla kişilər bərabərdir. Niyə biz işləməməliyik? Kimi reaksiyalar verirlər. Ki zaten bir kişi yəni qadının işləyib işləməməyinə qarışa bilməz axı. Yazma deyirlər, yazmadan nə məcbur burada axı. Məktubu yazıram. Əki sən Allah nə yazsan yazıya çəkmən nədir? Dağlara yazdım, yar
makine dedim. Sana dedim yazma. Yazmadı. Allah şeytana nəhlət eləsin. Amin. Bu nədir o? Nədir bu? Mazara nəhlət eləsin. Çox qəribə bir video idi da başa düşürsən. Yəni nədir də bu? Çox random idi la. Gəldim görsün, sən də böyründür. Dayanmadı sən. Öləcəm. Eşidirsən beni. Adı yaşlıranlara hay vermir anam bu da. Kimdir? Şurikin şeyi dedi ne? Çukura. Bura gətirənlər yəni ağızlarını danışın qətiyyən bilmir də başa düşürsən. Random bir şəkildə. Plus efirə çıxırdanda bunları qabaqsan demirlər ki, qaqa bunu danışın, bunu danışmayın, adam kimi danışın. Heç nə yəni random bir şəkildə çıxırlar. Arıqsan deyə sənin burnun belə görür. Kökəlsə, üzün biraz kökəlsə, sənin burnun yaxşı görür. Sənin qulaqlarına biraz əl gəzdirmək lazımdır məncə. Qulaqları necə əl gəzdirsən? Belə də sevəcək. Yəni Düz tapmamısan özünü. Şurası da yoktu da severim. onu deyən var, onu deyəni Şükür yenə qız tapıb özünə. Tapıp. Gəl. Deyim. Qız tapmışam özüm. ha, Harda? var demə. Var. Xayzidir. Ən azından tapıb, başa düşürsən, ən azından tapıb. Biraz qaqaş bunlarla mırtdır, elçi izləyə bilər bu qaqaşla mırtdır. Nədir? Azər. Azər. Sənin adın nədir? Baycan. Serini tamamlayıblar. Azərbaycan. Vsyo, mükəmməl. Royalın Ayxan olduğu vaxtda. Bu rənciliyi bu qədər qanadı. Mən bir şey başa düşmürəm, yaxşı da yəni. Əvvəllər arıq ola bilər, yəni görüntüsü falan fərqli ola bilər də tən rəngin bir insan necə dəyişə bilər? Yəni necə bu qədər qara ola bilər ki, əvvəl indi bu qədər ağ ola bilər? Bu yaşda sizə lazım idi. O yüzden böyük. Sən lazım idi. 110 kilo arvadı qudağa götürmən lazım idi. Heç qaldıra bilmədi. Onda 10 qız çox çirkinəm deyib ağlarkən bizim max tipimiz. Baba şarkı yaptı, ülkeyi salladı. O yüzden Seynəcəm. Ola bu ne boyunda la? Barel bunu düzəldiblər bölçütmü. Barelin buzluğa boynu var. Orqan mafiyası məni qaçırdı və evdəkilər zəng etməyimi istədi. Danışıq kartınızın istifadə müddəti bitmiştir. Bu arada bu xalanı bilmirəm tanıyır sizə yox. Bu Gəncədə marketlərə girib uşaqları başını alladıb gedib nəsə başqa şeylər eləyən imiş. Bu arvad. Yəni bilmirsiniz də bilin. Oğlan da bu arada arvad kılığına girib prosta. Zındırın biri. Azərbaycanda evliliyə qarşıyam deyir. Mən evliliyə əslində qarşıyam. Çünki bizdə Azərbaycanda evli olanların böyük əksəriyyəti bəlkə də hamısı ailə nədir, evlilik nədir bilmədən evlənir. Yəni təbii proses kimi bunu icra eləyir. Evlilik insan təbiətinə əslində ziddir. Çünki insan poliqam məxluqdur və səbəblər var. Valideyn baskısı ilə evlənənlər var. Tərəflərdən birinin öz ailəsi. Ay sağ məsələn valideyn baskısı ilə evlənmək çox pis bir şeydir. Yəni random bir şəkildə. Evliliyin nə olduğunu bilmirsən, yəni ya da ana və ata olmağın nə olduğunu bilmirsən, yəni evlənmək çox mənasız və məntiqsiz bir şeydir. Həyatınızı qaydıra biləcək bir şeydir. Amma fərd yetişdirmək biraz başqa bir şeydir. Yəni bu artıq sosial borca çevrilib də cəmiyyət qarşısında. Təbii ki, yəni valideyn övladını məcbur eləyir ki, mən nəvə görmək istəyirəm. Ay sağ, çox vaxt elə valideynlər beləcə sıxışdırırlar ki, evlən nə oldu? Daha çox 25 yaşından sonra falan. Onlara qulaq asmamaq lazımdır, öz həyatınızı yaşamaq lazımdır. Sən evlilik qaçmır bu arada, evlənmə məcburiyyətləri də deyil. He's a 10, but he drinks coffee every morning. Barely has any friends. Loves gaming. Overthink about everything 24/7. And send memes to the Ve komik videolar yalnızca sahip olduğu iki arkadaşına kadar. same two friends that he only has. If you find this man, marry him Bence de. now. That's husband material. Husband material. Ben wife material hansıdır şahla. Temundan gelen niyamettin. Olan o dağlar, ay ulduzum, keder ana. Biliyorsunuz ki hayata bir defa gelsen ondan da niyamettin akışıyorsun. Bir ahfer fanı olarak size bir haber veriyorum. Şunlara bakın, çok tatlılar. Allah'ım, ıçıltılarına kurban olayım ben bunların. Atası deyir oğlum var. Aha, oğlanla evlənəndə bahçıya qız axtarırlar. 2 həftə, 3 həftə sevgilisizdə uşaq oğlan başlayır sənə nəsə tələb eləməyə. Sən uca əl qoyur, tam öpüşürsüz, nəsə baş verir. Yəni bu normaldır da. Əslində bu normaldır. Amma bizdə oğlanlar həm bunu da eləmək istəyir, həm də ki evlənəndə də bakirə qız axtarırlar. Yəni sən özün bir nəsən, bir sual ver özünə. Sən özün nəsən? Bütün Sumqayıtın, Bakının bordelləri qalmayıb. Yəni ki bütün 50 manatlıq, 100 manatlıq, 200 manatlıq adı ilə tanıyırsan. Amma evlənəndə gedib özünə təmiz qız axtarırsan. Sən təmizsən. Əgər təmiz bir insan istəyirsənsə, özün də təmiz olmaq məcburiyyətindəsən. Başa düşürsən, yoxsa heç kəs bilmir deyərəkdən hər şey edəcəm deyə bir şey yoxdur. İstəyirsən oğlan ol, yoxsa istəyirsən qız ol. Hər nəysə inşallah bu video bu qədər idi. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Videonun yarısı aşağıdakının səsi oldu ancaq yəni eləyə biləcək bir şey yoxdur, yəni nağarım yəni. Gələcək videolarda nə tip videolar baxmamı istəyirsə onu mənim Instagram hesabımdan atarsınız. Gələcək videoda görüşmək üzrə, sağ olun.